Değerli izleyicilerim, hamınızı salamlayıram. Mənim mətbəximə xoş gəlmisiniz. Bugün biz sizinlə salat resepti paylaşacağıq. Əgər maraqlıdırsa, buyurun başlayaq. Salat üçün lazım olan ərzaqlar: soyutma şəklində bişirilmiş yumurta, qarı gavalı, toyuq ətinin döş hissəsi, onu da bişirmişik, qoz, Holland pendiri, turşa şirin alma, smetan və mayonez. Bəzəmək üçün pomidor və soğandan istifadə edəcəyik. Birinci ərzaqları xırdalamakla işə başlayırıq. Bunun üçün qozu, bunu sürkəcdən də keçirmək olar. Lakin mən belə torbanın içərisine tökürəm və mərdanə ilə üzərindən baxın bu formada əzirəm. Belə daha rahat olur, tez olur. Sizin üçün də rahatca elə edin. Bu formada qozu xırdalayıram. Xırdalayandan sonra bir qabın içərisinə tökürük. Yəni xırdalanma dərəcəsi də sizin zövqünüzdən asılıdır. Lap narın da edə bilərsiniz, bir qədər izlə saxlaya bilərsiniz. Mən baxın bu formada xırdaladım, çox narın etmirəm. Qozu xırdalayandan sonra indi qara gavan. Qara gavanını əvvəlcədən mən yumuşam. Sonra 5-10 dəqiqə isti suyun içərisində, ilıq suyun daha doğrusu, çox isti olmasın, ilıq suyun içərisində saxlamışam. Sonra suyunu süzmüşəm belə. İndi onu xırdalayıram. Bu formada bıçaqla xırdalayıram. Eyni ilə qara gavalının da doğranma dərəcəsi, yəni iriliyi, xırdalığı sizin zövqünüzdə bağlıdır. İstərsiniz biraz xırda edin və yaxud bir qədər iri edin, doğrayın. Qara gavalını da xırda doğrayandan sonra keçirik yumurtaları, süzgəcdən keçirdirik. Süzgəcin orta gözündən keçirdirik. Mən 6 ədəd yumurta bişirmişəm, hamısını keçirdirəm süzgəcdən. Yumurtanı da süzgəcdən keçirdəndən sonra indi toyuğu doğrayırıq, təmizləyirik, sümüklərindən təmizləyirik. Və didə də bilərsiniz, mən doğrayıram. Əti də xırdaladıq. İndi almanın qabığını soyuruq və süzgəcdən keçirdəcəyik. Mənim almanın qabığı biraz sərtdir, ona görə mən soyuram. Siz əgər naziksə soymaya bilərsiniz. Qabığını soyandan sonra süzgəcin iri gözündən keçirdik. Almanı da süzgəcdən keçirdik. İndi Holland pendirini də keçirdirik. Süzgəcin orta gözündən keçirdirik. Mən bu salatı biz çox sevirik. Həm tez-tez hazırlanır bizim evdə. Lay bunu kvadrat formasında, dairə formada hazırlayıram.
Və yaxud da lay etmirəm. Bütün ərzaqları, tərkibinə daxil olan bütün ərzaqları bir-birinə qarışdırıram və onlardan sonra küftəciklər hazırlayıram. Onu ya qozun, ya rendələnmiş Holland pendirinin içərisində yuvarlayıram. Hər tərəfi qoza Holland pendirinə bulanır. Belə də süfrəyə qoyuruq. Çox dadlı salatdır. Bu günləri 8 Mart Qadınlar Günü münasibəti ilə mən bu salatı 8 formasında düzəldəcəyəm. Holland pendiri də süzgəcdən keçirdik. İndi başlayırıq salatımızı düzəltməyə, forma verməyə. Mən dediyim kimi salatı 8 formasında düzəldəcəyəm. Buna görə də salat daha səliqəli görsənməyi üçün belə bir halqalar kəsmişəm. Bunu dəftərxana ləvazimatları satılan yerlərdə olur. Belə bir plastik listlərdir. Baxın, bu formada. Ondan kəsmişəm. Lentlər kəsib, belə halqa formasında. 8-in aşağı halqasını bir qədər iri eləmişəm. Yuxarısını isə aşağısı 15 cm-lik diametrli halqadır. Yuxarısı 13,5 cm-lik. Orta hissələrini isə 8-in ortasında boşluq yaratmaq üçün belə bir diametri bir-birindən fərqlənən birinə qədər, birinə stakan qoymuşam. Belə daha səliqəli olmaq üçün siz elə adi formada da edə bilərsiniz, yəni sadə də edə bilərsiniz. Mən dediyim kimi bayram münasibəti ilə bu formada hazırlayıram. Birinci mən smetanla, daha doğrusu xamı ilə mayonezi bir-birinə qatıram, qarışdırıram. Mayonezi mən özüm hazırlamışam, evdə hazırlanan mayonezi. Onu da deyim ki, ev mayonezi çox dadlı olur, həm də daha sağlıqlı olur. İndi mayonezlə xamanı bir-birinə qarışdırıram. Və belə bir qənadir torbasının içərisinə tökürəm. Smetan mayonez qarışığını qənadir torbasının içərisinə tökdüm, qoydum. İndi salatımızı yığa bilərik. Bunun üçün birinci salatın həmin qabla təmas edən hissəsinə, düzəldəcəyimiz qabla təmas edən hissəsini smetan mayonez qarışığı ilə, baxın bu formada fırça ilə qabın hissəsinə çəkirik. Baxın, eyni zamanda qədəhin də kənarlarını mayonezdən qarışığı ilə bulayıram ki, sonradan onu rahat çıxartmaq olsun. Salatı düzəldəndən sonra biz qədəhi çıxartacağıq. Daha rahat çıxmaq üçün baxın bu formada onu da bulayıram. Mayonez qarışığını çəkəndən sonra biz xırdalar doğradığımız toyuq ətini bu formada birinci lay edirik. Toyuq ətini birinci laya tökürük bu formada və çəngəl köməkliyi ilə düzəliş edirik ki, səliqəli olsun. Mən hər ərzaqdan bir qədər sonradan bəzəmək üçün saxlayacağam. Toyuq ətini baxın, bir qədər saxladım.
Soyuq ətinin üzərindən rəndelədiyimiz Holland pendirini tökürük. İkinci qatı Holland pendiri olur. Baxın, bu formada hər iki halqanın içərisinə tökürük. Holland pendirini də töküb hər tərəfinə bərabər gələndən sonra mən qənadı torbasına tökdüm. Xama mayonez qarışığından istifadə edirəm. Baxın, üzərinə bu formada sıxıram. İkinci layın üzərindən sıxıram hər tərəfindən. Əgər siz duzlu sevirsinizsə, duz da əlavə səpə bilərsiniz layların arasından. İkinci layın üzərindən smetan mayonez qarışığını sıxandan sonra xama mayonez qarışığının üzərindən rəndelədiyimiz yumurtanı tökürük. Üçüncü lay yumurta olur. Hər iki halqanın içərisinə tökürük. Yumurtanı da tökəndən sonra yumurtadan da biraz saxlayırıq. Onu da toyuğun üzərindən tökürük. Bunu dediyim kimi bəzəmək üçün sonradan istifadə edəcəyəm. Baxın, artıq 8 formalaşır yavaş-yavaş. Çəngəllə sonradan üzərindən düzəliş edə bilərsiniz, daha səliqəyə sala bilərsiniz. Yumurtanın üzərindən rəndelədiyimiz almanı tökürük. Alma bir qədər qaralıb, bu normaldır, çünki tərkibində dəmir var. Almanı səliqə ilə qoyuruq. Almadan da bir qədər saxlayırıq. Almanı da bir layına tökdük və qalan bir qədər almadan da saxladıq digərlərini. Yumurtanın əti üzərindən belə tökdüm. Sonra üzərindən 5-ci layı qara gavalı tökürük. Onu da hər iki halqanın içərisinə tökürük. Qara gavalını da 5-ci laya tökəndən sonra bir hissəsini yenə də artıq saxladım. Onu da bəzəmək üçün digər ərzaqların üzərinə tökdüm. Və baxın, bu formada qara gavalını tökəndən sonra üzərindən bastırırıq, yaxşı möhkəmləndiririk ki, formanı alsın. Sonradan halqaları çıxarandan sonra formasını itirməsin. Baxın, bu formada üzərindən bastırıram. Qara gavalını da üzərindən xama mayonez qarışığından sıxıram. Hər tərəfinə baxın, bu formada
Artıq sonuncu qatı mən edirəm bunu qozla. Xırdaladığım qozu ən sonuncu qatı tökürəm. Hər tərəfdə bərabər yayıram. Qozu da tökəndən sonra yaxşı-yaxşı səliqəyə salırıq. Üzərindən basırıq bir qədər. Qozdan da bir qədər saxlayırıq. Onu da digər ərzaqların üzərinə tökürəm. Və qozun üzərindən də bir qədər xama mayonez qarışığını sıxıram. Çünki mən üzərini bəzəmək üçün Holland pendirindən istifadə edəcəyəm. Düzdür, altda bir qat mən Holland pendiri etmişəm, lakin bunu bəzəmək üçün edirəm, lap üst qatı. Holland pendiri ona yapışmağı üçün mən mayonez xama qarışığını çəkirəm. Və üzərindən Holland pendirini tökürük. Hər tərəfinə bərabər nazik qat şəklində yayırıq. Holland pendirindən bir qədər də saxladığımız digər ərzaqların üzərinə tökürük. Hələ mən halqaları çıxartmıram. Öncə yanına pomidordan və soğandan daha doğrusu zambaq gülləri cəlb edəcəyəm. Onu bir kənara qoyuram. Və hazırlayıram. Saxladığım ərzaqları hərəsindən bir qədər saxlamışdım. Üzərinə xama mayonez qarışığından töküb qarışdırıram. Yaxşı-yaxşı qarışdırıram. Ərzaqları bir-birini qarışdırandan bir kənara qoyuram və pomidorları hazırlamağa başlayıram. Mən dediyim kimi zambaq formasında hazırlayacağım. Ona görə də pomidoru saplaq hissəsinin əks tərəfindən baxın belə çarpaz formada kəsirəm və içərisinin tumunu, su hissəsini boşaldıram, təmizləyirəm. Səliqə ilə zədələmədən təmizləyirəm. Təmizləyib yığıram. Eyni qaydada saplaq hissəsinə əks tərəfdən çarpaz formada kəsirəm. İçərisinin tumlarını, su hissəsini təmizləyirəm. Təmizləyib atıram. Pomidorları çarpaz formada kəsib içərisini boşaltdıq. İndi salatın kənar hissəsinə bəzəyini vururuq. Bunun üçün yaşıl soğandan istifadə edirəm. Zambağın yarpaqları kimi formada qoyuram. Bu salata daha da gözəllik verir. Bu formada və içərisini təmizlədiyimiz
pomidorların içərisinə həmin salatdan qoyuruq. Biraz sədqəli formada içərisini doldururuq. Doldurandan sonra baxın bu formada yarpaqların üzərindən qoyuruq, soğanların üzərindən qoyuruq və digərlərini də eyni qaydada doldururuq. Baxın bu qaydada pomidorların içərisini dolduruq, düzürük. Təxminən belə bir kompozisiya, gül kompozisiyası yaradırıq. 8 rəqəminin yanında və alt hissəsinə soğan yarpaqları ilə bağlayırıq. Bu qaydada indi mən halqaları çıxarta bilərəm. Birinci orta hissəsində. Ehtiyatla qaldırıram. Mən gördüyünüz kimi yumru halqa şəklində həmin hissədə boşluq qalır. Digər qədəhi də çıxartıram ehtiyatla. Və indi artıq halqaları çıxartıram. Ehtiyatla hər ikisini bir-birinə birləşdirdiyimə görə hər ikisini ehtiyatla çıxartıram. Edirəm ki, forması pozulmasın. Həlqə ilə yavaş-yavaş qaldırırım. Bu qədər. Bunu da çıxartdıq. Bir kənara qoyuruq. Gördüyünüz kimi 8 rəqəmi artıq formalaşdı. Halqaları çıxartandan sonra 8 rəqəmin üzərinə bəzək vururuq bir qədər də. Yəni bunu siz öz fantaziyanıza uyğun müxtəlif cür bəzəyə bilərsiniz. Mən kök bişirmişəm biraz. Şüyüd yarpağını qoyuram, şüyüdü qoyuram. Sonra kökdən xırda dairəciklər kəsmişəm. O ilə belə üzərinə gül formasında düzəldirəm. Bu qədər. Bu da mənim hazırladığım salat idi. Mən hamınızı qarşıdan gələn Qadınlar Günü münasibətilə təbrik edirəm. Bütün anaları, bacıları, hamınızı təbrik edirəm. Can sağlığı, xoş günlər arzulayıram. Bu qədər. Əgər mənim hazırladığım salatı bəyəndinizsə, bu videonu like etməyi və kanalıma abunə olmağı unutmayın. Siz də hazırlayın. Nuş olsun.